insan gərək özünü dəyərli bilsin. Öz dəyərini bilsin. İnsan özünü dəyərli bilməlidir. Adam qiymətli şeyi qoruyur da, qiymətsiz şey yox. Adam özünü gərək ilk mərhələdə qiymətli bilsin ki, onu qorusun, özünü qorusun. Şeytan bizi dəyərdən salır. Şeytan qulağımıza pıçıldayır ki, əşi sən kimsən ki? Kim bunu anlayırsan Allah? Çox az adam anlayır. Anlayanlar da gedir çatır məqsədə, zirvəyə. Anlayanlar kimlərdir? Anlayanlar öz qiymətini bilənlər. Bilənlər ki, nə qədər gözəlliklər var onların ruhunda. Adam özünə dəyər versə bir şey nə olur? Başqalarına da başlayır dəyər verir. Yanından adam keçəndə ki, bu insandır, bu ilə ehtiyatlı olmaq lazım. Qiymətlidir bu. Hər bir insana belə baxır. Deyir, insandır, bu insan. Necə mən buna ağız büzüm təhqir eləyim, bu insandır. Başlayır özünə və başqalarını hörmət eləməyə. İnsan adında nə varsa onu hörmət eləməyə. Allah deyir, mən yerə göyə sığmıram, qəlbə sığıram. Necə izah eləyəsən insanın qiymətini? İnsan ki öz qiymətini bildi, başqalarını da qiymətləndirməyə başlayır. Allaha görə müğayət ol özündən. Sənin içində bir şey var, vicdan adında, nəsə bir qüvvə var ki, sən istər, deyir ki, adamsan da yalan danışma, adamsan da